Peyğəmbər İslamın vəfatı ilə Mədinədə fəğan qopmadı. O gün sanki bütün bəşəriyyət yas saxladı. Həzrəti Əli əleyhissalam Peyğəmbər İslamın bədənin qusul kəfən eləyəndə elə bir söz deyir ki, adamın qəlbi narahat olur, qəlbi sızıldayır. Buyurur ki, ya Rəsulallah, sənin ölümünlə elə bir şey kəsildi ki, səndən əvvəli heç kimin ölümü ilə o şey kəsilməmişdi. Səninlə birlikdə yer üzündən nübüvvət, ilahi xəbərlər və göylərin vəhyi kəsildi. Yəni, bəşəriyyət bir neçə şey itirdi. O şeylərdən biri buydu ki, biz bayaq dedik ki, Peyğəmbər İslam deyir ki, mən və Əli bu ümmətin atası yox. Ümmət birinci öz mənəvi atasını itirdi. Təsəvvür eləyin ki, Peyğəmbər İslamı dövründə bir insanın qəlbi darıxırdı. Narahat olurdu, sıxıntıları, problemlər olurdu. Gəlirdi Həzrətin mübarək camalını görməklə, onunla həmsöhbət olmaqla o çətinliklər, sıxıntılar nə olurdu? Unudulurdu. Xanım Fatimə Zəhra gəldi atasının vəfatından sonra qəbrinin üstünə. Dedi ki, atacan, səndən sonra yer üzünün rəngi dəyişdi. Göylər qaraldı. Səndən sonra biz elə qərib qaldıq ki,